Baxın dostlar, arpa ilə kəpək verməyin nəticəsi budur. Bax. Normadan artıq verərsinizsə qoyununuz ölə bilər. Baxın, Mətləb qardaşımızın qoyunlarının ikisi bunun nəticəsində ölmüşdülər. Elə səhər-səhər 1 saatdır ölmək üzrəydilər. Zəng elədi ki, gəl apar, ver Sezar yesin. Baxın dostlar, bax. Bu cürə qoyun heyif oldu. Təbii ki, çalatını verməyəcəyik. Çalatını da tullayacağıq. Nəyə görə ki, zəhərləyə bilər itləri. Ancaq ətini verəcəyik. Hə, ətini alacaq. Marla kefdəsən, quzu əti yeyəsən. Hə qızım, quzu əti yeyəsən, kefdəsən. Sezar hardasan, gəl görək. Gəl. Axşama quzu əti var. Kef elə. Hə, quzu əti ilə yeyəsən, dua eləyərsən mənə, Sezar. İnanın, diri qoyunu qoysam qabaqlarına yeyib 10 dəqiqə yeyib qutararlar.